Hərbi mövzular üzrə ixtisaslaşmış jurnalistlər İctimai Birliyinin layihəsi uğurla davam edir. Qərbi Azərbaycan repressiya və soyqırımı qurbanlarının tədqiqi layihəsi çərçivəsində növbəti tədbir Azərbaycan Dövlət Pedaqoji Universitetində keçirilib. Tədbirdə əvvəlcə dövlətimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların və repressiya, soyqırımı, deportasiya qurbanlarının xatirəsi ehtiramla yad edilib. Azərbaycanın dövlət himni səsləndirilib. Layihənin məqsəd və məramı barədə məlumat verən Hərbi mövzular üzrə ixtisaslaşmış jurnalistlər İctimai Birliyinin sədri Tamxil Ziyəddinoğlu qeyri-hökumət təşkilatlarına, Dövlət Dəstəyi Agentliyinə və Azərbaycan Dövlət Pedaqoji Universitetinin rəhbərliyinə göstərdikləri dəstəyə görə minnətdarlığını bildirib. Qeyd edib ki, layihəmizin məqsədi Azərbaycan tarixindən ayrı salınmış, Qərbi Azərbaycanlı repressiya, soyqırımı və deportasiya qurbanlarını tədqiq etmək, gənc nəsli ata yurduna qayıtmağa təşviq etməkdir. Qonaqları salamlayan Pedaqogika elmləri doktoru, dosent Nailə Hüseynova belə mühüm layihənin Pedaqoji Universitetdə keçirilməsinə və dövlətimizin siyasətinə verdikləri dəstəyə görə layihə rəhbərinə təşəkkür edib. 1988-ci ildə 16 yaşındaykən Qərbi Azərbaycanın Vedibasar mahalından erməni faşistləri tərəfindən qovulan Şaiq Məmmədovun keçdiyi şərəfli döyüş yolundan bəhs edən Ölümü Öldürənlər filmi nümayiş olunub. Layihənin eksperti, tarixçi Bəxşeş Ələmşahov erməni vandallarının qədim yurt yerlərimizdə törətdikləri vəhşiliklər barədə tələbələrə ətraflı məlumat verib. Pedaqoji elmlər doktoru, əməkdar elm xadimi Fərrux Rüstəmov, filologiya elmləri doktoru Professor İbrahim Bayramov, pedaqogika elmləri doktoru Vidadi Orucov və qazi Ələkbər Məmmədov çıxış edərək uzun illər xalqımızın başına gətirilən bəlalardan, yaşadığımız faciələrdən, Qarabağ probleminin həlli yolunda üzləşdiyimiz çətinliklərdən, 44 günlük vətən müharibəsində qazandığımız zəfərdən danışıblar. Tədbirin rəsmi hissəsindən sonra tələbələrə son 200 ildə xalqımıza vurulan maddi və mənəvi zərərlərin əks olunduğu bukletlər paylanılıb. Layihəmiz çox uğurla qeyd olundu burada. Professorlar, müəllim heyəti iştirak elədilər, çıxış elədilər. Tələbələr çox maraqla, diqqətlə qulaq asdılar. Bizim üçün də çox vacibidir ki, gənclərimiz Qərbi Azərbaycanda qalmış tarixi yerlərimiz, coğrafiyamız, oradakı milli mənəvi dəyərlərimiz barədə məlumatlansınlar. Gələcək fəaliyyətlərində də onu əldə əsas tutub fəaliyyət göstərsinlər. Tərbiyələndirdikləri övladlara, məktəblərdə şagirdlərinə tariximizi, dəyərlərimizi anlatsınlar. Layihə rəhbərlərinə təşəkkürümü bildirirəm və bugün bu bizim gənc nəslimizə verilən böyük bir töhfə-dir və onlar üçün maraqlı bir dərsdir ki, hansında onlar bizim tariximizi öyrənərək nəsildən nəslə verilən bir dərsi özləri üçün tam möhkəmləndirdilər. Bu layihədə də elə bizim üstəliyimizə düşən, biz gənclərin üstəliyinə düşən öz öhdəliklərimiz bizə yenidən xatırladıldı. Bu öhdəliklərimiz bizə soyqırım törədən düşmənlərimizi unutmamaq, bu qan yaddaşımızı daim yadımızda saxlamaq və hər zaman xatırlamaq kimi öhdəliklərdəndir. Biz təbii ki, bunu heç vaxt unutmamalıyıq. Tamxil Ziyəddinoğlu Azərbaycan Dövlət Pedaqoji Universitetinin kitabxanasına bağışladığı Güllə səsinə açılan qapı kitabını Nailə Hüseynovaya təqdim edib. Görüş iştirakçıları ilə xatirə şəkli çəkdirilib.